Öncədən yenə də təkrar deyirəm. İzah elədiyəcəm diqqətli baxın. Bir yerdə işləyirik, yəni əsas məsələ. Yəni narahat olmayın. İlə mən izah edib getməyəcəm. Yəni sizlə bir yerdə qarşılıqlı vəziyyətdə işləyəcəm. IELTS reading, düzdür, guys? Hardasa belə deyim də sizə. Sual tipi olaraq 14-16 sual tipi var və bunlar da əlbəttə ki 7-8 sual tipinin içərisindən 1-2 sual yarana sual tipi yarana belə bir sayı alır. Əslində reading iki cürdür. Həm çətin, həm də çox asandır. Bu çətin niyə görədir? Çətin ona görədir ki, bəzi tələbələr ümumiyyətlə reading işləyən zaman necə deyim, ya səbirli olmurlar, ya diqqətli olmurlar, ya strategiyanı oturta bilmirlər deyə onlar üçün müəyyən problemlər irəlidə üzə çıxır. Amma sizə tam əminliklə deyə bilərəm ki, verəcəyim strategiyanı tətbiq etsəz heç bir problemimiz olmayacaq. Məsələn, bunu acı qruplara keçirəm də dərsi kimi. İnanırsınız, yəni qruplar demək olar ki, çox rahat şəkildə, yəni bir-iki dərsin içərisində o problemi kökündən həll edə bilirlər. Həmçinin də siz həll edəcəksiniz, guys. Guys, mətnin adı nədir? Mətnin adı nədir, guys? Səsim gəlir də mən. Bəli, bəli. Sol əllə yazmaq. Aha, Sol əllə. sonra insanlar haqqında danışır. İndi burada bir mətin görürsünüz, düzdürmü? Bir mətindir. Readingdə yanaşmalar fərqlidir. Bəzi tələbələr deyir ki, burada, guys, çox üzr istəyirəm bircə dəqiqə. Bəzi tələbələr deyir ki, biz məsələn, necə deyim, biz işləyən zaman biz birinci mətni oxumalıyıq ki, onu kökündən həll edə bilək. Amma elə bir söhbət yoxdur. Mətni oxumamış da suallara baxa-baxa da gedə bilərsiniz. Tamam mı, guys? İndi siz necə? Məsələn, adam var ki, məsələn deyir ki, mən onu bir incələməliyəm. İngilislərdə buna scan anlayışı deyirlər, bir də skim anlayışı deyirlər. Əslində belə deyim də, bunu tələsik olaraq tez-tez oxuyub keçə bilsəz, 1-2 dəqiqə ərzində oxumağınız kifayət edir. Amma tələbələr bilir ki, mən tələbələrə o anlayışı keçmirəm, çünki ehtiyac yoxdur. Mən sizə ən gözəl anlayış olaraq məsləhətim sual tiplərinə baxaraq başlamaqdır. Burada neçə dənə sual tipi verilib? Ümumilikdə 14-13 dənə sualımız var, düzdür, guys? Hansı suallardır? 1-dən 5-ə, düzdür? Buna deyirlər paraqraf sual tipi. Bu sual tipi nə sual tipidir, guys? Burada bizdən examen nə istəyir əsasən? Buradan examiner istəyir ki, biz məsələn birinci sualı oxuyaq, tamam mı? Birinci sualı. Və onunla bağlı məlumat hansı paraqrafdadırsa, məsələn deyək ki, B paraqrafındadır, düzdür? Məsələn, tapıram ki, bununla bağlı məlumat B-dədir. Bunu B-yə yazmalıyam. Düzdürmü, guys? Amma bunu belə sual tipi var, ha, bax, belə sual tipi, paraqraf. Görürsünüz, guys? Şərtdə bax, həmişə belə verir. Məlumat hansı sectiona bağlıdır, tamam mı? Əlaqədardır. Düzdür? Bu sual tipini həmişə axıra saxlayın. Yaxşı? Həmişə. Tamam mı, guys? Səsim gəlir, ümid edirəm. 6-dan 9-a isə adlar sual tipidir. Guys, adlar sual tipi nədir? Adlar sual tipi odur ki, məsələn, burada kimin adını verib? Məsələn, Məriyin Ənnet, düzdür? Biz Məriyin Ənneti bu mətndə tapırıq. Düzdürmü, guys? Məsələn, buradadır. Düzdür, guys? Bunun cümləsi ilə bunu uyğunlaşdıracağıq. Tamam mı? Bu da çox rahat sual tipidir əslində. Növbəti sual tipi nədir? Yes, no, not given. Bu nə deməkdir, guys? Yes, no, not given. Bu nə deməkdir, guys? Bəli, xeyir sualları, bir də mətndən cavabı olmayan sualları tapmaq. Bəli. Varmı, yox? Yəni ki, yes və not given sualları odur ki, biz bununla bağlı məlumat varsa mətndə buna yes, əksizsə no, not given-dakı yoxdur. Amma bunu dərinliyə qədər izah edəcəm. İndi sizcə burada hansından başlamaq məsləhətdir? Sual tipi olaraq. 1, 5, 6, 9, yoxsa 10, 13? 6-9. Mhm. Digər tərəflər sizcə? Mənə çətin gələn hissə yes no question olur. Daha doğrusu not givenləri tapmaqda. Ona görə məncə o. Əslində sizə insana çətin gələn hissə həmişə axırda olmalıdır. Amma narahat olmayın. İzah edəcəm, onlar çox-çox rahatdır. Guys, bayaq nə izah elədim bu sual tipi ilə bağlı? Nə dedim ümumiyyətlə? Axı dediniz onu ən axıra saxlayın müəllim, 1-dən 5 aralığı olanı.
Mən nəsə demirəm ki, deyirəm mən ümumiyyətlə bu sual haqqında nə dedim? Demirəm ki, bu sualla başlayıram. Sadəcə dedim bu sual haqqında nə dedim? O sectionlar harda yerləşir? Hansının əvvəlinə qoya bilərik? Az, Hansı tərəf? az. Bunu nə etməliyik? Nərmin? Axıra saxlamalıyıq. Çünki bu, siz necədir? Bütöv paraqraflarla bağlıdır. Biz paraqraflarla bağlı məlumatımız yoxdur axı qəs. Ona görə də nə edirik? Bunu axıra saxlayırıq. 6-dan 9-a başlayıram sual tiplə. 6-dan 9-a nədir? Adlar sual tipi. Deməli, adın mətndə cümləsini tapıram. Bu variantlar görürsə, A, B, C, D, E, F, G. Bunlardan biri ilə uyğunlaşdırmağa başlayıram. Birinci adımız nədir, qəs? Marian Annet. Marian Anneti baxıram və axtaran kimi də harda görürəm, qəs? Görürəm ki, burada gizlənib. Marian Annet, düzdür. Marian Annetin olduğu cümləni tam axıra qədər oxumağa çalışmalıyam. İndi deyə bilərsiniz ki, bu taktikanı necə otuzuram. Baxın, mən indi bunu sizə qısa olaraq göstərim. Bunu tapmanın yolu həmin insanın dediyi cümləni oxumalısan. Bunun da dediyi cümlə demək olar ki, budur. Və bu cümləni oxuya bilərikmi ümumiyyətlə? Və bu cümlədə açar sözlər götürəcəyik. Ümumiyyətlə, açar söz taktikası gözəl bir şeydir. Amma bəzi tələbələr bu açar söz taktikasından iyrənirlər. Niyə görə? Səbəb deyim sizə. Çünki bütün tələbələrin bildiyi ən vacib strategiya açar söz taktikasıdır. Amma əlbəttə ki, onun da seçməyin yolları var. Açar sözlər bizə əzəldən öyrədilib ki, ya rəqəmlər ola bilər, ya insan adları ola bilər, ya rəsmi yer adları ola bilər. Düzdür? Amma açar sözlər həmişə elə deyil ki, açar sözlər fərqli sözlər də ola bilər. Məsələn, burada açar sözlər hansılardır sizin üçün? Ən vacib açar sözlər. Və bu cümlədə gəlsin. Ha? Bu cümlədə. Biri nədir? Gəlsin. Hypothesized. Ay, ha. Sonra hansını götürə bilərik açar söz kimi? Biology sözünü götürə bilərik müəllim. Götürə bilərik. Niyə götürmürük ki? Götürdük. Sonra Bir də bu no single gene determines. Onda ola aha, bilər. no single gen olar. Bunu götürürəm. Handedness-ə götürə bilərəm. Bu illəri falan götürməyə ehtiyac yoxdur. Niyə görə yoxdur? Bəs çünki asanlıqla orada cavab verməyəcək. Tamam mı? Bu məsələn cümləsini oxudunuz. Bunun cümləsində təxmini demirəm ha. Tərcüməsiz işləmək yolunu öyrədirəm sizə. Amma bu o demək deyil ki, bütün sualları ilə tərcüməsiz işləyəcəksiniz. Ən azından bir 30%, 40% başa düşməkdə lazımdır. Söz yox. Amma indi buradakı açar sözləri götürdüm, düzdür? Məsələn, bunu da götürə bilərəm açar söz kimi. Bu sözdə. Tamam mı, guys? İndi bu götürdüyüm açar sözlərlə bu A, B, C, D, E, F, G variantlarını uyğunlaşdırsam, bu açar sözlər hansılardadır əsas? B-də var müəllim. Hər kəs öz variantını desin. Bir də okey. Digər tələbələr. Açar sözlər elə B-dədir. Hı -hı. Bir-dədir. Hamı bir deyir, guys. F. F. F-də nə deyir? Hemsworth və features. Abi features hardadır ki? Rate of development of one side body hardadır abi? Ha? Bu hardadır ki bu cümlədə abican? Ha? İzah edə bilərsən Elvin? Bəhruz, Bəli, bir deyirəm mən də. birini deyirsən. Okey. Elvin, sualıma cavab verə bilirsən, yoxsa yox abican? Mən səhvən götürdüm onu. Səhv. Influence sözünə görə. Yox, amma cavab abi B-dir, fikir ver. Hər şey burada var da, düzdürmü? No single buradadır. Determines buradadır. Handedness buradadır. Düzdür, guys? İndi sual yaranır. Müəllim, sual belə həmişə asan verilə bilər. Əslində reading mətnləri üç hissəyə bölünür. Asan, orta və çətin mətnlər. Asan mətnlərdə çox da güclü paraphrasing olmur, guys. Sinonimlərdən bacardıqları qədər az istifadə edirlər. Başa düşdünüz necə? Bu asan mətn deyil ha. Sadəcə bu sualın özündə bu sırf 6-cı sualı rahat verib.
Bunu nə ilə verib? Elə olduğu kimi verib. Amma bir də görürsüz bunu paraphrasing edib qoya bilər. Düzdürmü? Cavab indi nə oldu guys? B B. mən Necə? B-ni deyirdim. Yəni B oldu cavab. Bəli. Çətin deyil ki guys. Dediyim strategiyalar sınaqsız heç bir şey çətin deyil. Növbəti nə gəlir? Peter Hepper. Düzdür guys? Bəzən sual tipində belə bir şey var. Adın özü iki yerdə ola bilər guys. Bax belə şeylər var. Adın özü iki yerdə olma ehtimalları var. Ona görə biraz ehtiyatlı olun. Mən də Peter Hepper'ı gəlib harda görürəm guys? Görürəm buradadır. Düzdür. B paragrafındadır. Birinci cümlədə. Burada başqa P. Hepper var. Bu paragrafda. Sağda var biraz düşün. Aa, Var sağ mən. ol. Allah, əhsən bəs. Bir də görürsünüz gizlənirlər. Ona görə ehtiyatlı olun. İndi burada açar sözlərimiz nələr ola bilər guys? Bir-bir baxaq. Guys, ümumiyyətlə mən Anladım. arada sizə sual ona görə verirəm ki, qarşılıqlı vəziyyətdə işləmək istəyirəm ki, özünüz anlayasınız. Yoxsa belə problem yoxdur. Sadəcə sizinlə işləməyinizə vəsile olmaq istəyirəm ki, siz özünüzlə işləyəsiniz. Sonra bilirsiz necədir? Tələbəyə ancaq testi izah edib getməyi xoşlayan birisi deyiləm də. İstəyirəm qarşılıqlı vəziyyətdə işləyək ki, daha rahat və daha yaxşı alınsın. Ki, özünüzlə işləyəndə problem olmasın. Başqa nəyə götürmək olar guys burada? Açar söz kimi. Undermine. Undermine. Götürdük undermine. Düzdür guys. Gəldik buradan götürə bilmərik çünki bunlar hamısı rəsmi sözlərdir. Hı -hı. Buradan indi açar sözlərimizədir. Bizə qəribə gələn sözlər açar sözlərdir. Bax yadda saxlayın. Features ola bilər. Ola bilər. Sonra Body developing götürə bilərik məndən. aha, ola bilər. Başqa? Yoxdur. Düzdür. Guys, bu açar sözlər var ha indi götürdüyünüz. Hamısını götürə bilərsiniz. Məsələn, saydı da açar söz kimi götürə bilərsiniz. Fərqi yoxdur. Speculate isə götürə bilərsiniz. Düzdür. Movements da lap götürək açar söz kimi. Sadəcə bizə lazım olanları götürürük. Yaxşımı guys? İndi bu açar sözləri götürmüşük, düzdürmü guys? Bu açar sözlərlə cavab variantımız sizcə hansı ola bilər? Sizcə. F. Elnara xanım, siz F dediniz, hə? Bəli. Aha, siz F dediniz. Digər tələbələr? Əziz və dəyərli tələbələr, xəbər gəlsin sizə. Elnara xanım F dedi. F uyğun gəlir, amma A da fikrimi qarışdırmadı deyil. Amma F daha yaxın gəlir mən. Nərmin, sən də F deyirsən. Bəylər, siz nə deyirsiniz? Mən də F deyirəm. F diyoruz ha. Sən də F deyirsən. Bəhruz? Evet, F variantı. F-də. Gəlin F-i işarələyək və Nərmin xanım A deyirdi. Nərmin xanım, A-da language teması var, düzdür? Evolution teması var, düzdür? Use of one hand teması var, düzdür? Bunların heç biri burada yoxdur. Həmişə yadda saxlayın. Mövzum Polşada bu IELTS-in ön təlimlərində olmuşam. Pre-examiner kimi də 3 aylıq. Ümumiyyətlə, onların maraqlı bir çıxdaş üsulu var idi. Bizdə o dədə-baba üsulu var idi, çıxdaş üsulu. Onu onlar çox gözəl tətbiq edir examinerlərdə. Deyir ki, ümumiyyətlə videolarında da var. Deyirlər ki, yəni siz məsələn cavab variantını seçsiniz A. Düzdür, guys? Bir baxın görün A-dakı sözlərlə sizin cavab variantınız uyğundur. Əslində bəzən baxanda hə. Amma F-ə baxsaq, development one side var. Heç var. Düzdürmü, guys? Influence var. Aydındır, guys, bura qədər. Bəli, müəllim. Bəli, müəllim. Maraqsız deyil, çətin deyil ki. Xeyr.
Halal olsun sizə. Gəldi indi digər varianta. Adımız nədir? İki nəfərin adı var burada deyəsən. Brenda Milner, Theodore Rasmussen. Düzdür, guys? Bəli, bəli. Guys, hardadır bu? Burada. Paragrafında. Sağ olun. Maşallah, bu da yeməyib, içməyib, yatmayıb, ancaq fikirlər səsləndirib. Fikir verin. Bunu bırakıram sizə ha, guys. Açar sözün. Özünüz seçirsiniz və uyğunlaşdırmağa başlayırsınız. Amma xahişim var ki, guys, tələsməyin. Yaxşı? Və 2 dəqiqədə vaxtınız var cavabı tapmağa. Adəm bəy, mənim ehtimalımca D daha uyğun gəlir. Tamam, Bəhruz abi. Sən deyirsən. Mənə də uyğun variant kimi gəldi müəllim. Hı hı. Maraqlıdır. Digər tələbələrdən də səs soraq gəlsin. Daha variantını deyəcəm, tələsməyin. Məncə də D variantı. Deyir. Bəli, müəllim. Hə. Deyirəm. Guys, bəs niyə A deyil? Cavab deyil, düz deyirsiniz. Bəs niyə A deyil? Yəni language prosesi sonda yekunlaşdırır ki, bu çox güman ki, sol yarımkürə ilə bağlıdır beynin. Əhsən. Burada deyir more intensely in left hemisphere. Düzdür, guys. Guys, gəldi Corvallis olan şəxsə. Corvallis isə buradadır. Görürsünüz, guys. Deməli, bunun cümləsi budur. Bura qədər. Hə, şey. Burada indi sual verə bilərsiniz ki, müəllim, siz bəs demişdiniz bir cümlədə olaxı. Corvallis'in cümləsi digər cümlədə yoxdur axı. Yəni burada niyə görə? Burada bədən hərəkətləri görürsünüz, jestlərdən. Avtomatik olaraq Corvallis'in dediyi jestlərin ardında yenə də jestlərlə bağlı cümlə var. Ona görə də onu ikinci cümlə kimi götürürəm. Buyurun, guys. Burada açar sözlərimiz nələrdir? Hansılardır? Human speech, düzdür. Mən kömək eləməyim. Siz özünüz işləyin, guys. Görüm cavab variantını bunu düz tapacaqsınız, yoxsa səhv tapacaqsınız. Hə, guys, nə fikirləşirsiniz? Nə ola bilər?
Həm də variantlarımız gedib. B, F, D gedib qalıb A, D, C, D, E, D, F, sonra E, D, bir də G dir. C ola bilər mən. Amma Nə Nərmin? C variantıcı. Sən C variantı deyirsən. Hə, guys. Sizcə nə olacaq? Guys, cavab variantını deyə bilmirsə izah edə bilərəm. Problem deyil. Məncə A-dir müəllim, birinci. Bəhruz abi sən A deyirsən. Aha. Okey. Elvin abi və Elnar xan buyurun. Mən də dəqiq əmin deyiləm, amma A A yazardım. deyirsiz. Aha. Elvin abi. Mən C yazardım, amma dəqiq tapa bilmədim. Hə, mən də cavab olaraq A-dən yanıyam. A variantı daha uyğundur. Çünki burada mən izah edəcəyim. Dilin evolution'u da, yəni emerge olunmasıdır. Bu burada verilib nə ilə? Language, nə qəs? Emerge, düzdür. Body movement burada gestureslarla verilib. Yəni heç bir problem yaratmadan bizə izah eləyir. Burada hətta axırda bir əlin istifadəsi burada deyir right hand developed eləyib. Yəni bunu oxumağa ehtiyac yoxdur, amma oxusaydınız burada da var idi. Amma gəlin baxaq C variantına. C-də nə deyir guys? Hemisphere brain is charged of different body. Each hemisphere. Bu different body functionları bildim. Bu body movement'dan götürmək olar. Düzdür guys? Amma bu yoxdur axı orada. Düzdür guys? Aydın oldu mən. Aydın olduğu nə baxam? Bəli, bəli, aydın oldu. Elvin Mən abi o aydındır. funksiyona görə onu dəqiq götürmədim, amma belə fərziyyə kimi irəli sürdüm. Bildim. Yəni ona görə də nə etmək lazımdır? Bunun üzərində biraz diqqətli olmaq lazımdır. Yaxşımı guys? Elvin başa düşdü? Bəli, müəllim. Guys, indi keçək növbəti suala. Deməli, ondan onca yes və not given-dır. Ümumiyyətlə, guys, sual yaranır. Biz indi gəldik, A-dan başladıq, B paraqrafında I paraqrafına qədər gəldik. Bizim növbəti suallar növbəti paraqrafda başlayır. Xeyr, bu işi qarışıq gedib baxı. Yes nə olar? Çox vaxt əvvəllərdə başlayır, guys. Gəlin baxalım. Yes nədir, guys? Yes, no var, bir də var true, false və not given'lar, tamam mı? Bunların arasında bir fərq var. True, false, not given cümlənin özünün orada olub olmadığını göstərir. Yes, no-da isə writer'ın o fikirlə razı olub olmadığını göstərir. Bir də burada tərcüməyə çox da qaçmayın, çünki tərcümə sizə həmişə aldada bilər. Tamam mı? Bax, məsələn, bu sualda bizə nə deyir ümumiyyətlə? Açar sözləri nədir bunlarda? Bax, bu sualın içərisində. Sizcə açar söz nə gedə bilər? Genetic Evet. determination, Aha, left Left hand. hand. aha. Not only factor left-handedness, düzdür? Biz axtarmağa başlayaq ki, bununla bağlı variantlar harda ola bilər? Twinslər, düzdür, guys? Məsələn, twinsi burada görürük, düzdürmü? Gördüyümü burada, guys. Sonra twinsin bir adı var, düzdür? Not only. Handedness adı mən. Necə? Handedness sözü responsible for happiness.
Axırda da onu demək istəyirəm. A, Yuxarıda da var. bəli. İndi guys, bu sualda deyir ki, yəni bu deyir tək nəinki deyir left-handedlər üçün də, düzdürmü? Bu nəinki sözü nə deməkdir? Yəni bunun həmçə but also-su var da, düzdürmü? Yəni sırf onun üçün faktor deyil də, yəni. İndi siz bu cümləyə baxaraq bunun cavabını yes fikirləşirsiniz, no yoxsa not given? Axırda are not slowly responsible-a görə müəllim yoğunlaşdıra bilərik. Bu the only faktor sözü Aha, ilə. bəli. ilə. Cavab variantımız nə olacaq? Yes. Siz yes dediniz. Bu yesdə müəllifin informasiyanı razılaşıb-razılaşmamağı idi də, hə? Bəli, 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 dostlar. Doğru. True'da amma sırf cümlənin bir-birinə uyuşmasıdır. Rol dildə desəm. Yes götürərdim hər halda. Yes. Bəylər, Hı. əslində cavab yes-dir. Səbəb ona görədir ki, burada da deyir ki, o deyir, təkdə deyir, Henderson deyil də, nəzərdə tutulmayıb. Bir də mənim bizim özümüzün self-study paketimizdə readinglər üçün bir faylımız var. İndi Leyla xanıma deyəcəm, onu bu gün ərzində atacaq sizin üçün. Sizə sözləri indi Google Drive-a əlavə edəcək. Bilmirəm eləyib veribsə yoxsa yox. Dünən axşam eləməli idi. Eləməyibsə yəqin bu gün atacaq onu sizə. Deyəcəm, orada əlavə edəcək. Orada sırf reading guide xüsusi bizim özümüzün hazırladığımız materialdır. İlk hissəsi Azərbaycanda izahatlardır. Qalan hissəsi isə ingiliscindədir. Ona da baxarsınız, yaxşımı? Bütün sual tipləri orada da var. Hə, eyni təkrar. Deməli 4 sualdır, düzdür, guys? 4 sualdan biri nə oldu? Yes. Burada IELTS-ın özünün qaydasında da var ki, hər sualdan biri ən azı olmalıdır. Yəni burada bir dənə false olmalı, no olacaq, bir dənə not given mütləq olmalıdır. Tamam mı? Ona görə biz bilirik ki, bunlardan sonraki biri false, no, biri isə not given olacaq. İndi qalan biri ya yes ola bilər, ya not given də ola bilər, onu bilmirik. Burada yadda saxlayın, növbəti suala keçirəm və sualda bir widely sözü görürəm. Widely nitq hissəsi olaraq nədir? Geniş, Bəs nitq hissəsi olaraq nədir? sifət olur da necə? Yəni geniş. Sifət yoxsa zərf? Ə, Widely accepted deyil. Elva Zərf olduğuna görə zərf. Bəli, feylə görə. bəli, ISO. Belə wide özü geniş mənada sifətdir bu heç. Deməli, guys, baxın indi. Bu nə deməkdir? Bu o deməkdir ki, yəni biz burada ehtiyatlı olmalıyıq. Bizi burada hardasa ilişdirə bilər. Zərfi gördünüzsə, zərfin false olma ehtimalı daha çoxdur. Deməli, bizim burada açar sözümüz Mart Dax-dır. Düzdür, guys? Onun reportudur. Bir də geniş şəkildə nədir? Widely accepted. Qəbul olunmalıdır, düzdür? Markdox temaları bayaq biz gözlü baxanda hardaydı? D variantında. Düzdürmü, guys? Hə. Ay sağ ol. İndi Markdox'ın reportunun geniş şəkildə qəbul olunması hissəsi harda var? Bax, burada Dax var. Friends, Physical var. Dax burada da var. Dax maşallah burada da var. Sonra Frenchman. Frenchman elə Dax'ın özüdür. Başa düşdünüz, guys? Dax Elaborate Theory, bla bla. Aha. Deməli, Dax'ın reportundan sual gedir də, düzdür, guys? Əslində burada olma ehtimalı daha çoxdur da, düzdürmü? Burada nə deyir? O bir theory irəli sürdü, düzdür? Fikir verirsiniz, guys? Burada sırf müsbət mənada onun qəbul olunmağından söhbət edir. Burada nədən söhbət edir, guys? Hə, guys, burada nədən söhbət edir? Little interested müəllim
Ona uyğun məsələn daha az maraq kimi uyğun Bəli. olmaya bilər. Bu deyir geniş şəkildə widely qəbul olunub, amma orada nədən söhbət eləyir? Digər ekspertlərin onun marağın az olmasından söhbət eləyir. Düzdür? Onda cavab Evet. bir-birinə nədir, guys? Nə? Təzad. Bəli. Orada bir-birinə nə var, guys? Təzad təşkil eləyir. Tamam mı? Kim başa düşmədi, guys, bunu? Guys, hərdən yoxdan. Adəm bəy, aydın oldu mənə. Yəni orada yazır ki, çox adam qəbul eləmir, lakin burada yazır ki, wide accepted. Yəni bir-birinə Aynen. əksdir. Bəli, bəli. Bir-birinə əks məna verir. Qaldı deməli 2 dənə sual. Bunun biri 100% not given'dır. İkisi də ola bilər ha. Bilmirik. Not given 2 cür olur. Ya not given'ın, guys, bax bu not given dərsə izah edirəm dəqiqliyi ilə. Not given 2 cür olur. Ya ümumiyyətlə məlumat yoxdur mətndə. Ya da var olan məlumat yarımçıq verilib. Məsələn, burada açar sözlərimiz nədir? Açar sözlərimiz. John Wada, düzdür? Bir də nədən söhbət edir John Wada? Language problems. Problemlərindən. Language problems. Düzdür? Dil problemləri. Məsələn, John Wadanı mən burada gəlib görürəm ki, aha, John Wada adlı bir şəxs var burada. Düzdürmü? John Wadanın cümləsində dil problemlərinin, necə deyim, research olunması ilə bağlı məlumat var yoxsa yoxdur? Burada problemlər barədə yoxdur. Məlumat əksiliyi var, düzdür, guys? Düzdürmü? Guys, burada dil problemlərindən söhbət eləmir deyə bunun cavabı nə olacaq? Not given. Yaxşımı? Çünki hər hansı bir dil problemlərlə bağlı heç bir söhbətə gəlmir. Okay? Tamamdır. Guys, növbəti Aydın sual da, oldu. növbəti sual da nə deyir? Bu sualda isə bax əsas məsələ men, kişilər, bir də woman söhbətləri var, düzdürmü? Bir də left-handedness söhbəti var, düzdürmü? Bunu indi mən sizə buraxıram. Çox güman sırayla gəlir. Çox az sırayla gəlir bu suallar. Ona görə ya G-də olacaq, ya F-də olacaq, ya da ki bu variantların birində olacaq. Bir dənə qısa baxın, görün belə bir məlumat var yoxsa yoxdur. Sonra guys 5 dəqiqə mola verəcəksiniz, fasilə verəcəksiniz, yenidən link atacağım. Tamam mı? Hə. Görün belə bir söhbət var burada, varmı yoxsa yoxmu guys?